körpələrimizin inkişafında bəzi nüanslarla əlaqədar qısa məlumatlar vermək istəyirəm. Ümumiyyətlə bildirmək istəyirəm ki, körpələr özlərinə məxsus bir fizioloji funksiyaları var, əlamətləri var və körpəni biz böyüklərlə müqayisə etməmiz doğru deyil. Bundan irəli gələrək körpələrdə bəzi şikayətlər, əlamətlər ola bilir ki, bunlar əslində normaldır. Daha sonra dərisində bəzi səpkilər ola bilər ki, bunlar fizioloji səpkilərdir. Və yaxud da ki, məsələn, bəzi hərəkətlər ola bilər. Məsələn, çənə əsməsi ola bilər, ağız ətrafında göyərməsi ola bilər, əl və ayaqlarda müəyyən titrəmə şəklində əsmələr ola bilər ki, bunların bir çoxu məsələn normal əlamətlərdir. Və yaxud da müəyyən həssaslıqlar məsələn ola bilər, hər hansı bir səsə və yaxud da gürültüyə aşırı bir reaksiyalar məsələn verə bilərlər. Bunların bir çoxu məsələn normaldır. Və yaxud da ki, uşaqların nevroloji inkişafı da fərdi xarakteri daşımaqdadır. Belə ki, məsələn, göz kontaktdakı bir aydan sonra məsələn başlayırsa, bəzilərində biraz daha gec ola bilir. Və yaxud da ki, körpələr oturmaq dönəmi təqrib olaraq 6 ay civarında olsa da, amma biraz tez və biraz gec ola bilir. Eyni zamanda gəzməsi, eyni zamanda danışması, eyni zamanda ətrafla məsələn əlaqəsi də bunlardan məsələn ibarətdir. Ona görə burada ümumi tövsiyə nədən deyə bilərəm? Hər bir əlamət varsa, şikayət varsa, o deməkdir ki, 100% burada problem var və biz uşağımıza nevroloji diaqnozu qoyub və ya allergiya diaqnozu qoyub dərmanlar yazmalıyıq. Bu durumda uşağı ümumi dəyərləndirmək məsələn lazımdır və bu şikayətlərin bir qismi bilməli ki, zamanla məsələn keçir. Bəlkə burada çoxlu dərmanlar və diaqnozu qoymaqdan daha ziyadə uşağı yaxın nəzərdə saxlamaq daha məqsədə uyğundur. Çünki dediyim kimi bu şikayətlərin bir hissəsi var ki, fərdi xarakter daşıyır və fizioloji məsələn xarakter daşıyır. Düşünürəm ki, bu məlumatın bilinməsi də valideynə bilgilənməsi üçün və yersiz müdaxilələr, diaqnozlar qaçırmaq üçün önəmlidir.